Sene 1992, 1 dolar şu anda 8.200 Türk lirası. Artık sabrın sonuna geldik. Bəzilərinə görə o, Mustafa Kemal Atatürk'dən sonra Türkiyə Cümhuriyyətinin başına gəlmiş ən uğurlu liderdir. Bəzilərinə görə isə o, dindən istifadə edərək ölkəni qaranlığa sürükləyən bir anti-qəhrəmandır. Bugüne kadar biz yönetmedik bu ülkeyi, bunlar yönetti. Amma istər onun tərəfində olun, istər olmayın. Erdoğan Türkiyə tarixinə öz adına möhürlə vurmuş xüsusi bir insandır. Və bu gün biz sizə həm Erdoğan haqqında, həm də Erdoğanın hakimiyyəti dövründə Türkiyədə baş verən hadisələrdən danışacağıq. Partimiz görev almaya hazır. Rəcəb Tayyip Erdoğan və yaxud sevənlərinin dili ilə desək rəis 1954-cü ilin 26 fevralında İstanbulun Kasımpaşa əyalətində anadan olmuşdu. Onun atası Ahmet Erdoğan Rize'dən İstanbula köç etmiş bir dənizçi idi. Anası isə evdar bir qadın idi. Tayyip onun babasının adı idi. Rəcəb isə Rəcəb ayında doğulduğu üçün onun adının yanına qoyulmuşdu. Yəni Rəcəb Tayyip Erdoğan adı əslində buradan gəlirdi. Erdoğanın ailəsi kifayət qədər dindar ailə idi. Və belə olduğu üçün o öz təhsilini İmam Hatib liseyində davam etdirir. Liseyi bitirdiyi dövrdə də bitirdikdən sonra da Rəcəb Tayyip Erdoğan futbola çox böyük həvəs göstərirdi və hətta professional olma yolunda kifayət qədər irəliləmişdi. Amma atası razı olmadığı üçün o futbol sevdasından əl çəkməli oldu. Əsgərliyə gedib gəldikdən sonra Rəcəb Tayyip Erdoğan o dövrlərdə kifayət qədər populyar olan Refah Partiyasına qoşulur. Türkiye'de Refah Partisi'nin ortaya koyduğu soyut, somut örnekler var. Getirmek istediği adil düzen şu anda İstanbul'daki 5 belediyede yapısını bulmuş. Refah Partiyası Türkiyədəki mühafizəkar və dindar kəsimə xitab edən bir partiya idi. 80-ci illər ərzində bu partiyanın aktiv üzvlərindən olan Erdoğan zamanla bu partiyanın üst mövqelərinə qədər irəliləməyi başarır. Amma məsələ burasındadır ki, Erdoğan qatıldığı ilk seçkilərin heç birində qalib gələ bilmirdi. Erdoğanın qalib gəldiyi ilk seçki 1994-cü ildə İstanbul Bələdiyyə Başqanı seçimi idi. Həmin il Erdoğan ciddi bir fərqlə öz rəqiblərini üstələyərək İstanbul Bələdiyyəsinin başına gəlir. Hər şeyin kifayət qədər yaxşı getdiyi bir dövrdə 1997-ci ildə Erdoğan sözün əsl mənasında alimi bir-birinə vurur. Qatıldığı mitinqlərdən birində səsləndirdiyi şeirdən sonra onun haqqında cinayət işi açılır və onun mənsubu olduğu Refah Partiyası ümumiyyətlə bağlanır. Kubbeler miğfer, camiler kışlamır, müminler asker. Türk hakimlər iddia edirdi ki, Erdoğan səsləndirdiyi həmin şeir vasitəsilə xalqı bir-birinə nifrətə sövq eləyir. Yəni həmin şeirdə irqi və dini ayrı-seçkiliyə yol verirdi. 4 ay müddətində həbsxanada yatdıqdan sonra Erdoğan oradan çıxır və bir müddət sonra öz tərəfdarları ilə birlikdə başqa bir partiya qurur. Belə ki, Refah Partiyasında olduğu dövrlərdə də artıq kifayət qədər fikir ayrılıqları yaranmağa başlamışdı. Erdoğan gənc nəslin nümayəndəsi idi və kifayət qədər yenilikçi idi. Həbsxanadan çıxdıqdan sonra da öz fəaliyyətini davam etdirən Erdoğan 2001-ci ildə öz tərəfdarları ilə birlikdə Ədalət və Qalqınma Partiyası, yəni AKP-ni qurur. Bugün Türk siyaset tarihinde her yönüyle şeffaf, seçmenin sorgulamasına ve denetimine açık, yepyeni bir siyasal örgütlenme modelinin kurulduğu gün olarak geçecek. Onsuz da Refah Partiyasında olduğu dövrlərdə də kifayət qədər nüfuzluydu və artıq müəyyən fikir ayrılıqları yaranmışdı. Belə olan təqdirdə başqa bir partiyanın yaranması ehtimalı artıq reallaşmışdı. Ona görə də Erdoğan bu qərarını verir və yeni bir partiyanı yaradır. 2002-ci ildə AKP parlament seçkilərində qalib gəlir və AKP qalib gəldikdən sonra Rəcəb Tayyip Erdoğan baş nazir seçilir. Gəlin sizə bir balaca həmin dövrlə bağlı məlumat verək. Belə ki, AKP-nin hakimiyyətə gəldiyi dövrdə, yəni 2000-lərin əvvəlində Türkiyədəki vəziyyət bəlkə də tarixin ən bərbad durumlarından birində idi. Belə ki, həmin dövrdə ölkənin 2001-ci il krizisi adlanan krizis dönəmi keçirdi. Və həmin dövrdə ölkədəki banklar və birjalar demək olar iflas eləmişdi və çökmüşdü. Həmçinin o dövrdə hakimiyyətdə olan baş nazir Bülent Ecevit və prezident Əhməd Necatın münasibətləri çox bərbad olduğu üçün hökumət də bu krizlərin öhdəsindən gəlməkdə çətinlik çəkirdi. Belə olan halda inflyasiya 30%-ə qədər qalxmışdı və ölkədə çox ciddi qeyri-stabillik var idi. Xarici investorlar ölkədəki stabilliyin bu vəziyyətdə olduğunu gördüyü üçün ölkədən çəkilirdi və ölkə çox ciddi pul itirməyə başlamışdı. Yəni AKP əslində həmin çətin dövrdə hakimiyyətə gəlmişdi.
Ərdoğan və komandası hakimiyyətə gəldikdən sonra ölkədə çox ciddi dəyişikliklər eləməyə başladılar. Həmin dövrdə Avropa Birliyinə qatılmaqla bağlı ciddi müzakirələr başladı. Ölkədə çox ciddi iqtisadi islahatlar keçirilməyə başladı. Hətta Avropa Birliyi ilə münasibətlər o qədər yüksək səviyyədə irəlilədi ki, bir yerdən sonra Avropa Birliyinə üzv olmaq məsələsi gündəmə gəlməyə başladı. Və o dövrdə Avropa Birliyinə üzv olmaq üçün bir nazirlik belə yaradıldı ölkədə. Avropa Birliyi ilə münasibətlərin yüksək səviyyədə irəliləməsi ölkənin iqtisadiyyatına və siyasi durumuna da çox müsbət təsir eləməyə başladı. Belə ki, həmin dövrdə artıq stabillik yarandığı üçün xarici investisiya Türkiyəyə axın eləməyə başladı. Bu isə öz növbəsində Türkiyədə yeni iş yerlərinin və özəl sektorun canlanmasına səbəb oldu. Həmin dövrdə AKP kifayət qədər nəqliyyata və inşaat sektoruna ciddi pullar yatırmağa başladı və bu da işsizliyin səviyyəsinin kifayət qədər azalmasına səbəb oldu. Bundan əlavə isə Türkiyənin iqtisadiyyatında hər zaman ən böyük problem olan inflyasiyanı stabil saxlamağı bacardı və hətta 40 ildən sonra ilk dəfə Türkiyədə inflyasiya tək rəqəmli oldu. Ölkədə nəqliyyat sektoru kifayət qədər inkişaf elədi. Regionlar arasındakı yollar təmir olundu, ölkədə yeni binalar, ticarət mərkəzləri tikildi. O cümlədən səhiyyə və təhsil sektorunda da çox ciddi inkişaf əldə olunmuşdu. Belə ki, ölkənin müxtəlif yerlərində yeni özəl klinikalar tikildi və əhali üçün səhiyyə artıq daha əlçatan bir vəziyyətə gəldi. Bu uğurlu iqtisadi islahatlar nəticəsində Türkiyənin ixracı 4 dəfə artdı. Ölkədəki iqtisadi böyümə dünya səviyyəsində rekord vurmağa başladı və 2002-dən 2008-ə qədərki dövrdə Türkiyə ekonomisi dünyanın ən inkişaf edən ekonomilərindən birinə çevrildi. Amma hər dövrün problemləri olduğu kimi Türkiyədə də problemlər gəlməyə başladı. 2008-ci ildə dünyada qlobal iqtisadi böhran baş verdi və nəticədə təkcə Türkiyə yox, bütün dünya bundan təsirləndi. 2010-lardan etibarən Avropa Birliyi ölkələri, xüsusən də Fransa prezidenti Nicolas Sarkozy və Almaniyanın kansleri Angela Merkel Türkiyənin Avropa Birliyinə qatılma məsələsinə demək olar şiddətlə qarşı çıxdılar. Bu isə Avropa Birliyi və Türkiyə arasındakı münasibətlərin soyumasına səbəb oldu. Avropa Birliyi ilə münasibətlərin pisləşməsi ölkə iqtisadiyyatına da təsir eləməyə başladı. Çünki ölkədən xarici investorlar artıq çıxmağa başladı. Bu isə ölkədəki işsizliyi və özəl sektorun ciddi şəkildə zərbə almasına səbəb oldu. Ardınca isə ölkədə Ergenekon və balyoz davalarından dolayı ölkənin məhkəmə nüfuzu ciddi zərər görməyə başladı. Amma bütün bu hadisələrin pik nöqtəsi 2013-cü il Gezi Parkı hadisələri zamanı oldu. Belə ki, həmin dövrdə Gezi adlanan ərazidə park sökülərək yerinə başqa bir obyekt tikilməsi nəzərdə tutulurdu. Amma insanlar buna etiraz eləmək üçün küçələrə çıxdı. Daha sonra isə bu etirazlar çox ciddi mitinqlərə çevrildi və Türkiyənin müxtəlif ərazilərində milyonlarla insan küçələrə çıxaraq artıq Gezi Parkı üçün deyil, ümumiyyətlə hökumət üçün istefa çağrılarına getdilər. Həmin dövrdə isə Ərdoğan açıqlamalar verərək vəziyyəti daha da qəlizləşdirdi. Xüsusən də onun Gezi Parkında küçələrə çıxan insanlar haqqında dediyi çapulcu ifadəsi çox ciddi rezonans doğurdu. Bunlar çürük, bunlar sürtük. Bunlar için ulu mabet nedir, ne değildir? Böyle bir şey yok. Kamu binalarının, polis araçlarının, ambulansların, iş yerlerinin, sivil araçların, belediye otobüslerinin, sokakların, parkların yakılıp yıkıldığı gezi olaylarının arkasında hangi güçlerin olduğunu biz zaten biliyoruz da tarih de yazıyor. 2013-cü ilin mayından avqustuna qədər davam edən 3 aylıq bu Gezi Parkı hadisələri zamanı 7 nəfər sivil insan öldü, yüzlərlə insan isə yaralandı. Amma təəssüf ki, Türkiyədəki münaqişələr bundan bitmədi. 2016-cı ilin iyul ayında FETÖ terror örgütü ölkədə çevriliş eləməyə cəhd elədi və burada da çox ciddi problemlər yaşandı. Həmin çevriliş uğurla alınmasa da o dövrdən sonra çox ciddi repressiyalar və təqiblər başladı. Bununla yanaşı həmin dövrdə Suriyada, ümumiyyətlə ərəb ölkələrində baş verən müharibələr və çevrilişlər nəticəsində həmin ölkələr çox ciddi problemlərlə üzləşmişdilər və o dövrdə həmin ölkələrdə milyonlarla insan digər Avropa ölkələrinə üz tutmağa başladı. Amma bunların içində ən çox onların üz tutduğu ölkə Türkiyə oldu və Türkiyə sərhədlərini açaraq milyonlarla miqrantı ölkəsinə qəbul elədi. Bu isə Türkiyədə sosial baxımdan çox ciddi problemlərə yol açdı. Çünki həmin köç edən miqrantların böyük bir hissəsi Türkiyə sivil cəmiyyətinə tam adaptasiya olmaqda çətinlik çəkirdilər. Amma bütün bunlardan əlavə Türkiyənin həmin dövrdə etibarən ən böyük problemi isə dinlə bağlı oldu. Çünki AKP hökuməti zamanla dini çıxışları daha da artırmağa başladı və ölkədə dinlə dövlət ayrımı artıq getdikcə zədələnməyə başladı. Bu isə ölkənin idarə etməsində, ölkənin sekulyarlığında çox ciddi sıxıntılara yol açırdı. Müxalifətçilər iddia edirdi ki, Ərdoğan artıq dindən bir siyasi alət olaraq istifadə edərək ölkədəki insanları manipulyasiya edir. Hazırki dövrdə də Türkiyədəki vəziyyət təəssüf ki, heç də ürək açan deyil. Son 2-3 il ərzində inflyasiya faizi 80%-ə qədər artıb. AKP hökuməti artıq əvvəlki nüfuzunda deyil.
Hətta 2023-cü ilin may ayında ölkədəki prezident seçkiləri zamanı Ərdoğanın uduzma şansı kifayət qədər böyük idi. Amma müxalifət demək olar ki, Türkiyə tarixinin ən bərbad siyasətçilərindən biri olan Kemal Kılıçdaroğlunu onun rəqibi kimi irəli sürərək bir növ qələbəni Ərdoğana hədiyyə etdi. Digər problem isə elə bu yaxınlarda baş verdi. 2025-ci ilin mart ayında İstanbul Böyük Bələdiyyə Başqanı Əkrəm İmamoğlu'nun həbs olunması ölkədə çox ciddi ixtişaşların yaranmasına səbəb oldu. Əkrəm İmamoğlu'nun həbs olunmasından sonra Türkiyənin müxtəlif şəhərlərində, xüsusilə də gənc nəsil tələbələr küçələrə çıxaraq hökuməti istefaya səsləyir və Əkrəm İmamoğlu'na azadlıq tələb edir. Hakimiyyətdə kimin olmasından asılı olmayaraq Türkiyə hər zaman Azərbaycan üçün dost və müttəfiq bir ölkə olaraq qalacaq və biz Türkiyə üçün sadəcə hər şeyin yaxşı olmasını arzulaya bilərik. Ümid edirik ki, başında kimin olmasından asılı olmayaraq Türk xalqı istədiyi kimi, istədiyi formada yaşayacaq.